Xırdalan şəhərinin mərkəzində 1-ci milyonerlər məhəlləsi deyilən ərazidə. Yəni bu ərazidən Heydər Əliyev parkına ayaqla təxminən 5-10 dəqiqəlik məsafədir. Çox gözəl, səliqəli şəkildə tikilmiş qoşa daşla keyfiyyətli tikili təqdim edəcəm sizlər üçün. Kupçalı, torpağın və evin kupçası hazır əldədir. 3 otaqdan ibarət həyət evidir. Evimizin 1-ci mərtəbəsində də yaşayış sahəsi var. Yəni bu evi 4 otaq kimi də yəni istifadə edə bilirsiniz. Təqdimata başladıq. Qonaq otağından görürsüz belə bir gözəl səliqəli qonaq otağı var. Onu da qeyd edim ki, əşyalardan müəyyən hissəsi qalacaq. Onları real alıcı ilə söhbət olunacaq. Qonaq otağını gördünüz. Bura evimizin əsas giriş qapısıdır. Çox gözəl həyat şəraiti də var evimizin. Sonda həyətini də təqdim edəcəm sizlərə. Gördüyümüz iki qapı yataq otaqları. Sağdan mətbəximizdir. Baxın, belə bir gözəl səliqəli mətbəx var. Qoşa daşla tikilib çox gözəl, keyfiyyətli bir tikilidir. Xırdalan şəhərinin tam mərkəzində yerləşir. Bu hissədə sanuzeldir. Baxın, bu şəkildə sanuzelimiz. Burada yerləşir yataq otaqlarından biri. Qoşa daşla tikilmiş əla bir həyət evidir. Xırdalan şəhərinin mərkəzində ev axtaranlar üçün çox gözəl bir fürsətdir. İndi isə sizə təqdim edəcəm növbəti yataq otağını və sonda həyətə keçəcəyik. Burada isə yerləşir növbəti yataq otağımız. Baxın, bu otağımızın ölçüsü digərindən daha genişdir. İndi isə keçirik evimizin həyət hissəsi ilə daha yaxından tanış olaq. Bu isə evimizin həyət hissəsidir. Baxın, belə bir həyəti var. Rahatlıqla stol qoyub otura bilirsiniz. Evimizin qaraj hissəsi də var bu hissədə. Gəlin sizə təqdim edim qarajını. Burada kiçik mətbəx hissə nəzərdə tutulub həyət üçün. Bu hissədə qarajımızda görürsünüz. Rahatlıqla avtomobil qaraja daxil olur. Birinci mərtəbəyə aid sanuzel. Gördünüz. Və burada bir otaq nəzərdə tutulub. Yaşayış üçün. Yəni müəyyən zamanlarda istifadə edə bilirsiniz. Döşəməsi də isti poldur. Çox gözəl şərait yaradılıb bu ərazidə. Baxın, belə bir gözəl geniş otaqdır. Dəyərli izləyicilər, 050 521 41 88 nömrəsi ilə əlaqə saxlayırsınız. Bu və ya digər əmlaklarımız haqqında ətraflı məlumat alırsınız. Sizin də satışda əmlakınız varsa, buyurub bizə müraciət edə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.